Devlet İmtahan Merkezi 2025. yıl coğrafyadan test toplusu 2. istem Azərbaycan Respublikasının fiziki coğrafya rayonlaşdırılması 310 testi ilk 150 testin təhlili verilib kanalda artıq. Burada 151'den 200'e kadar testlerin təhlili olacaq. Lənkəran vilayətində çay şibkəsi sıx olması əlaqədardır. Qərbdən rütubətli hava kütlələrin gəlməsi, qərbdən rütubətli hava kütlələri gəlmir. Rütubətli subtropik malik olması Lənkəran vilayətində çay şibkəsi sıx olmasının əsas səbəbidir. Düz cavab B bəndi. Orta Araz vilayətinə aid olmayan cəhət, meşələrin geniş massif tutması, Orta Araz vilayəti Azərbaycanda kontinental iqlimə malik olduğundan burada meşə demək olar ki, yoxdur, talalar şəklindədir. Meşələrin geniş ərazi tutması Orta Araz vilayətinə aid olmayan cəhətdir. A bəndi doğrudur. Lənkəran təbii vilayəti üçün səciyyəvi olmayan əlamət. Kanalizasiya suxurları üçün təşkil edilib aid olan cəhətdir. Kanalizasyon palogen yaşıl suxurları burada geniş yayılıb. Çayları əslən yağış yeraltı sularla qidalanır. Bu da Lənkəran təbii vilayəti üçün səciyyəvi olan cəhətdir. Azərbaycanda ən çox yağın düşən ərazidir. Azərbaycanda ən çox yağın düşən ərazi Lənkəran vilayətidir. Landşaft inversiyası yaranır. Bu da Lənkəran bir təbii vilayəti üçün xarakteristik landşaft inversiyası var burada. Meşədən yuxarıda çöl var. Boz və şoran torpaqlar geniş yayılıb. Lənkəranda boz şoran torpaqlar yayılmayıb. Lənkəranda torpaq sarı torpaqdır. O yüzden Lənkəran vilayəti üçün səciyyəvi olmayan boz və şoran torpaqların geniş yayılmasıdır. Düzgün cavab Y bəndi. Orta Araz təbii vilayətində yerləşən dağ çiçəkləri və zirvələr. Dərəliyəz Orta Arazdadır, Şərqi Göyçə Orta Arazda deyil, Kiçik Qafqazdadır. O yüzden A bənd səhvdir. B bəndə Dərəliyəz düzdür, Murovdağ Kiçik Qafqaz Orta Araz vilayətinədir, Kiçik Qafqaz vilayətinədir. C bəndə Murovdağ Zəngəzur, Murovdağ yerli Kiçik Qafqaz vilayətinədir. D bəndə Zəngəzur Dərəliyəz düzgündür, hər ikisi Orta Araz vilayətindədir. Qapıcıq Küdağ, Qapıcıq Zəngəzurun ən düz zirvəsidir, Küdağda Dərəliyəzin ən düz zirvəsidir. D bənd düzgündür. Y bəndə Murğuz, Dərəliyəz, Murğuz yerli Kiçik Qafqaz vilayətindədir. Cavab D bəndi Zəngəzur Dərəliyəz, Qapıcıq Küdağ. Qonaqkənd, Kütü, Şirvan, Şərrorbat, fiziki coğrafi rayonlarının yerləşdiyi təbii vilayətlər. Qonaqkənd Böyük Qafqaz təbii vilayətindədir, Kütü, Şirvan, Kürtüşəli vilayətindədir, Şərrorbat da Orta Araz vilayətindədir. Deməli, bu cavabı axtaracaq. Böyük Qafqaz, Kürt Araz, Şüşəli, Şərrorbat. Böyük Qafqaz, Kürt Araz, Şüşəli, Orta Araz vilayəti cavabları D bəndindədir. D bənd düzgündür. Xanbulançay, Sərkəyin və Ceyranbatan su anbarlarının yerləşdiyi müvafiq fiziki coğrafi vilayətlər. Xanbulançay yerləşir Lənkəran vilayətində, Sərkən yerləşir Kiçik Qafqaz vilayətində, Ceyranbatan yerləşir Abşeronda Böyük Qafqaz təbii vilayətində. Deməli cavab Lənkəran, Kiçik Qafqaz, Böyük Qafqaz təbii vilayətləri cavab Y-dədir. Orta Araz təbii vilayətinə aid olmayan əlamətlər daimi qar xəttinə malikdir. Burada daimi qar xətti var. Qapıcıq zirvəsində buzlar var. Meşələr geniş yayılmışdır. Bu Naxçıvanda meşələr geniş yayılmır. Bura aid olmayan cəhətdir ki, bir tektonik zonda yerləşir. Orta Araz vilayəti 2 tektonik zondadır. Kiçik Qafqaz vilayəti və Arazcan platforması bir tektonik zonada yerləşməsi bura aid olmayan cəhətdir. Çaylarının qidalanması buzlaqların rolu böyükdür. Buzlaqlar çox kiçik bir sahətdir Qapıcıqda. Yəni çayların qidalanması buzlaqların rolu böyükdür. İkili səhvdir. O görə bunu götürəcək Çətin kontinent iqlimə malikdir. Dağlarla əhatə olunduğundan iqlimi Çətin kontinentaldır. Polimetal filiz yataqları yayılmışdır. Naxçıvanın qərb tərəfində Şərurda polimetal filiz yataqları yayılmışdır. Bu aid olan cəhətdir. Düzgün cavablar oldu. 2, 3, 4-cü bəndlər cavab oldu C-də. Azərbaycanda antrogen landşaftların geniş yayıldığı fiziki coğrafi rayonlar. Antrogen landşaftlar əhalinin sıx olduğu, mənimsənilmənin geniş olduğu ərazilər üçün xarakteristikdir. Qazax Qarabağ belə yerlərdəndir. Lənkəran həmçinin Samur Dəvəçi düzgündür. Bura
Bu ərazilərdə antrojen landşaftlar geniş yayılmışdır. B bəndində Qonaq kənddə əhali yox kimi azdır. Antrojen landşaft yayılıb. Qarabağ Bukaçayası həmçinin C bəndə Qonaq kənd, Acınov, Ceyrançöl, Qarabağ Bukaçayası hamısı antrojen landşaftlar geniş yayılmayıb. D bəndə Səp əsas Acınov, Ceyrançöldə qismən Zaqatallar E bəndə Zaqatallar yerində səp pişirdi. Düzgün cavab Qazaq, Qarabağ, Lənkəran, Samur, Dəvəçi, Piskizora rayonlarında antrojen landşaftlar geniş yayılıb cavab. Lənkəran və Orta Təbii vilayətlərini bir-birindən fərqləndirən cəhətlər. Cənubdan İranla həmsərhəddir. Hər ikisi Cənubdan İranla həmsərhəddir. Bu baxımda bunlar arasında bir fərq yoxdur. Çəkin kontinent iqlimə malikdir. Bu Orta Arazı aiddir, Lənkərana aid deyil. Bu bunların fərqidir. Meşələr geniş yayılmışdır. Meşələr Lənkəranda geniş yayılıb. Orta Arazıda meşə yox kimidir. Bu da fərqli cəhətdir. Filiz faydalı qatıqları ilə zənginlik, filizlə zəngin olan Orta Arazı vilayətidir. Lənkəranda filiz ehtiyatı yoxdur. Bu da fərqli. İki psikocoğraf rayonuna bölünür. Hər iki psikocoğraf rayonuna bölünür. Lənkəran bölünür. Talış dağları, Lənkəran ovalığı, Orta Arazı bölünür. Şəhər Ordubadla, Gündüz, Qapıcıq, yaxud Zəngəzur, Dərliyər. Düzgün bəndlər oldu. 2, 3, 4. Cavab oldu A-da. Lənkəran və Orta Arazı təbii vilayətlərinə aid oxşar cəhətlər. İki psikocoğraf rayonuna bölünür. Hər iki psikocoğraf rayonuna bölünür. Lənkəran ovalığı, Talış dağları, Orta Arazıda Şəhər Ordubad, Gündüz, Qapıcıq, yaxud Zəngəzur, Dərliyər. Bunların oxşar cəhətdir. Alt çəmənlər geniş yayılmışdır. Alt çəmənlər Orta Arazı vilayətində var, Lənkəranda yoxdur. İki tektonik zonda yerləşir. Orta Arazı yerləşir. Çiçək Qafqaz və Aracavan platformasında Lənkəran vilayəti yerləşir. Çiçək Qafqaz vilayəti, Çiçək Qafqaz tektonik zonası ilə deməli Lənkəran olan şimal hissəsi Kür tektonik zonasına aiddir. Orada hər iki tektonik zonda yerləşir. Bu fikir də doğrudur. Günəşli saatların miqdarı çoxdur. Bu Orta Arazı vilayətinə aiddir. Lənkəranda günəşli saatların miqdarı xeyli azdır. Bu fərqdir. Paleogen yaşlı suxurlar yayılmışdır. Lənkəranda da, Lənkəran vilayətində də, Orta Arazı vilayətində də paleogen yaşları, Kaynozoin ilk dövründə suxurları geniş yayılmışdır. Bu da bunların oxşar xüsusiyyətdir. Düzgün bəndlər oldu. 1, 3, 5 cavab. Uyğunluğu müəyyən Şahdağ, Babadağ, Kömürgöl, Qızgöldü, Camışdağ, Böyükçit yerləşdiyi dağ silsilələri. Deməli, Kiçik Qafqazda Şahdağ, Babadağ yerləşir, Böyük Qafqazda Şahdağ. Zirvədir 4343 metr Babadağda, 3629 metr bu Böyük Qafqazdadır. Deməli, 1-ə gələcək B. Kömürgöl, Qızgöldü, bunlar deməli, Lənkəran vilayətində Talış dağlarının ən ucuz zirvələridir. Elə Talış silsiləsində. Yəni, 2-yə gələcək C. Camışdağ, Murovdağın ən ucuz zirvəsidir. Böyük Kirsə, Qarabağ silsiləsinin ən ucuz zirvəsidir. Bu da Kiçik Qafqazdadır. 3-ə də gələcək A. Deməli, 1-ə B, 2-yə C, 3-ə də A. Cavab C bəndi. Tufangöl, Sarsu, Batıbat göllərinin yerləşdiyi müvafiq təbii vilayətlər. Tufangöl, Böyük Qafqaz, Sarısu, Kürçökəkliyi, Batıbat, Orta Araz. Deməli, Böyük Qafqaz, Kürt Araz, Çökəkliyi, Orta Araz cavab olacaq B bəndində. Kiçik Qafqaz tektonik zonası daxil olan Piskizora rayonunda Gündüz, Qapıcıq, Kiçik Qafqaz tektonik qalmasına aiddir. Qarabağ Bukaçayası, bu da Kiçik Qafqaz tektonik qalmasına aiddir. Talış dağları, bu da Kiçik Qafqaz tektonik qalmasına aiddir. Araz boyu, bu Kürt Araz Çökəkliyi vilayətinə tektonik zonasına aiddir. Qazaq Qarabağ Kürt tektonik zonasına aiddir. Kürt çökməsinə. Ceyrançöl Acınov, bu da Kürə aiddir. Düzgün cavablar oldu. 1, 2, 3 cavab oldu A-da. Kiçik Qafqaz tektonik zonasına daxil olan psikocoğrafi rayonlar bunlardır. Təbii vilayətlərin və obyektlərin qoruq və milli parkları müəyyən edin. Böyük Qafqaz, Lənkəran, Kiçik Qafqaz, Kürt Araz Çökəkliyi, Bəsicə yerləşir, Kiçik Qafqazda, Zəngilan rayonundadır. Zaqatala qoruğu yerləşir, Böyük Qafqazda, Balakən Zaqatala rayonlarındadır. B gələcək 1-ə. Şirvan, Kürt Araz Çökəkliyində, deməli, Cənub-Şərq Şirvan düzündədir. C gələcək 4-ə. Hirçandakı Lənkəran vilayətindədir. D də gələcək 2-yə. Deməli, 1-ə B, 2-yə D, 3-ə A, 4-ə də C cavab oldu D bəndində. Gündüz, Qapıcıq, Ceyrançöl, Acınov, Abşeron, Qobustan, Piskizora rayonu üçün
rayonlar üçün ümumi əlamətlər. Ərazilərində soyuq iqlim tipinin olması, Abşeron, Qobustanda, Ceyrançol rayonunda soyuq iqlim tipi yoxdur. Arid göndərici relief formalarının yayılması, bunların üçündə də arid göndərici relief formaları, yarğan qobu var, bu düzgündür. Palçıqlı sellər müşahidə olması, üçündə də palçıqlı sellər müşahidə olunur, doğrudur. Tektonik qalma zonasının yerləşməsi, Ceyrançol rayonu olur, tektonik çökmələdir. Gündüz Qapıçıq, Abşeron, Qobustanda tektonik qalmadadır. Yəni Ceyrançol rayonuna görə sərtdir. Güneşli saatlerin miktarının çox olması, gündüz Qapıçıda güneşli saatları çoxdur, üçündə də güneşli saatların miktarı çoxdur. Düzgündür. Relief biçilərin yayılması, relief biçilər Abşeron, Qobustanda yoxdur, Ceyrançolda var, gündüz Qapıçıda da azdır. Deməli, bunlar üçün ümumi əlamət oldu 2, 3, 5 cavab oldu B bəndi. Verilen landşaft qurşaqları sxemi hansı ərazi üçün xarakteristik? Əraziyə fikir verilir. 300 metr hündürlüğe kadar düzen meşe çemendir. 300-500 metreden 1500-1600 metre kadar dağ meşedir. Buradan da yukarıda 2500 metre kadar dağ kıtırgıç çolukları ve çöllerdir. Deməli uşaqlar bu, deməli dağın yukarısında dağ kıtırgıç çolukları, çölleri, həmçinin bundan aşağıda meşenin olması, meşeden yukarıda dağ kıtırgıçların olması, aşağıda düzen çevre meşe landşaftı olması bu Lənkəran vilayətinin deməli şağulu landşaftlardır. Düzen çemen meşe landşaftıdır. Meşedir, meşeden yukarıda deməli Azonallıq qanunun bu hapkorla bunlarda dağ kıtırgıç çoluklar yerleşir. Buna da sebep deməli İrandan gelen istihbarat kütleleri. Düzgün cevap Lənkəran təbii vilayəti. Cavab. Sxemdə verilmiş landşaft tiplərinin hündürlük kuşaqlığı üzrə Azərbaycan hansı ərazisi üçün səciyyəvidir? Dağ çəmənləri, dağ çölləri, subnival, yarım səhra. Deməli, gördüyünüz kimi burada meşə landşaftı yoxdur. Yarım səhra var. Dağ çəməni var, dağ çölləri var, subnival var. Amma deməli, meşə yoxdur. Bu Lənkəran vilayətdir. Ortaraz vilayətdir. Ortaraz vilayətində 4-də verdiyi yerdə aşağıda yarım səhradır. Yarım səhradan yuxarıda dağ kıtırgıçlardır, 2 ile verilen dağ kıtırgıçlardır, 1 ile verilen dağ çemenlerdir, en yukarıda 3 ile verilen de subnival landşaftı. Bu, deməli, Ortaraz Pizkıcı olan vilayətinin landşaft qurşaqları cavabəndir. Ortaraz təbii vilayətinin torpaq tiplərinin şaqul istiqamətdə artçılığını müəyyən edir. Naxçıvan zonasında demək Ortaraz vilayətində 600 metr hündürlüğe kadar burada yarım səhra landşaftı geniş yardımdan boz çemen torpaqlardır. Deməli, təxminən 1000 metr hündürlükdə quru çöl şəraitində şabalı torpaqlar yaranır. 1600-1700 metr hündürlüklərdə qəhvəyi meşə torpaqları yaranır. Baxmayaraq ki, burada meşə qurşağında gətirmir, tallar şəklindədir. Qonur meşə torpaqları yaranmır, qəhvəyi meşə torpaqları yaranır. 2500 metreden yukarıda da bunlarda çəmən torpaqları yayılıb. Deməli, belə bir cavab axtaracaq. Boz çəmən, deməli, şabaldı, qəhvəyi, meşə, bir də dağ çəmən torpaqları tutacaq beyləri. Maralgöl, Sarısu, Batabat göllərinin yerləşdiyi müvafiq təbii vilayətlər. Maralgöl Kiçik Qafqaz vilayətindədir, Sarısu Çürçökəli vilayətindədir, Batabat da Ortaraz vilayətindədir. Deməli, cavabımız Kiçik Qafqaz Çürçökəli, Batabat cavab oldu. Y bəndi. Ortaraz vilayətinin yüksəkliyi üzrə landşaftların dəyişməsinin düzgün ardıcılığı, yarım səhra, dağ, çöl, nival, dağ çəmən. Dağ çəməndən, nival, dağ çəməndən aşağıda ola bilməz. Yarım səhra, düzən meşə çöl, dağ çöl, subab, alt çəmənlər, subnival, nival landşaft yoxdur. Burada kısırgıç çoluklar zonası var, o da yoxdur. Burası səpdir. Dağ çöllə başlaya bilməz, C bəndə səpdir. Quru çöllə başlaya bilməz, bu da səpdir. Düzgün cavab Y bəndi verdim. Yarım səhra, yarım səhradan yuxarıda dağ çöl, dağ çöldən yuxarıda alçaq dağda dağ kısırgıç çoluklar. Bundan yuxarıda dağ çəmənlərdir, ən yuxarıda da qarlı buzlaq landşaftı cavab Y bəndi. Lənkəran ovalığının Qanıq Əyirçə köşəyindən fərqli əlaməti. Yeraltı tutulan səthəyə yaxındır. Hər ikisində yeraltı tutulan səthəyə yaxındır. Burada bir fərq yoxdur. Ərazinin bir hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Lənkəran ovalığının bir hissəsi okean səviyyəsindən aşağıdadır.
Kanıkaya'ça Oçyan Tepesi'nin 220 metre üstü arasındadır. Bu Lənkəran ovalının pərgili ki, yağıntıların çox ilin soğuduğunda düşür. Lənkəran ovalında yağıntı ilin soğuduğunda düşür. Kanıkaya'ça yayda düşür. Oran kışı qurandır. Bu da Lənkəran ovalının pərgili. Düzen beşeleri geniş yaymıştır. Her işte düzen beşeleri geniş yaymıştır. Abrozyon relief formularına rast gelinir. Lənkəran ovalı xəzər sahibinde olduğundan burada abrozyon relief formuları var. Kanıkaya'da abrozyon relief formuları yaranması için su mənbələri yoxdur. Bu da Lənkəran ovalının Kanıkaya'dan pərgili. Səthi 4-cü dövrün çökmə çuxurlarıyla örtülmüşdür. Hər ikisinin səthi 4-cü dövrün çökmə çuxurlarıyla örtülmüşdür. Düzgün bəndlər oldu. 2, 3, 5 cavab oldu C bəndə. Kürt Ağrı Çökəkliyi təbii vilayətinin Orta Araz vilayətinə fərqli əlamətləri. Qışı qura çiçək mülayim istiqlim tipinə malikdir. Qışı qura çiçək mülayim istiqlim Kürt Ağrı Çökəkliyində. Deməli, Qanıq Ərçayda var. Orta Arazda mülayim istiqlim yoxdur. Bu Kürt Ağrı Çökəkliyinin fərqlidir. Yarımsara qul çölümünə malikdir. Hər ikisində yarımsara qul çölümü var. Suvarma ikinciliği çevirmiş. Hər ikisində suvarma ikinciliğidir. Ərazinin bir hissəsi Oçyan Tepəsindən aşağıda yerləşir. Kürt Ağrı Çökəkliyinin xeyli hissəsi Oçyan Tepəsindən aşağıdadır. Amma Orta Araz vilayətinin Oçyan Tepəsindən aşağı yeri yoxdur. Bu Kürt Ağrı Çökəkliyi vilayətinin fərqidir. Arit döndürsün relief formuları yayılmışdır. Arit döndürsün relief formuları hər ikisindən var. Bizə Kürt Ağrı'da Ceyran Çulacı oradadır bu. İntroduksion landşaft yaratmışı Kürt Ağrı Çökəkliyində yarım səhranın içərisində meşələrə rast gəlinir. Orta vilayətində belə bir şey yoxdur. Bu da Kürt Ağrı Çökəkliyinin fərqidir. Düzgün bəndlər oldu. 1, 4, 6 cavab oldu D bəndilər. Fiziki coğrafyalandıran bu fikrin torpaq tipləri. Deməli, boz çimən torpaq burada şərrod matdadır. A gələcək 4-ə. Dağ çimən torpaqları bunların içərisində çəmən landşaftın yaradığı Qarabağ Vulkan yaylasındadır. Çəmən meşə torpaqları Qanıq Ərçaydadır. C gələcək 1-ə. Şamal torpaqlarda Ceyrançol Acınordadır. D də gələcək 3-ə. Deməli 1-ə C, 2-yə B, 3-ə D, 4-ə də A. Cavab oldu D bəndində. Fiziki coğrafyalandıran müvafiq torpaq tipləri. Sarı torpaq Lənkərandadır. A gələcək 4-ə. Daqqara torpaqları Şamaxıdadır. B gələcək 1-ə. Açıq şamal torpaqlar Qazax Qarabağdadır. Boz çəmən torpaqları da Kürt Arazdadır. Deməli 1-ə B, 2-yə C, 3-ə D, 4-ə də A. Bunlar məcbur deyil, birbaşa deyilməklə başqa. Ən yaxşı yol budur. Cavab C. Azərbaycan antrojen landşaftlar nisbətən az yağdır. Fiziki coğrafyalarında antrojen landşaft əhalinin az olduğu yerdədir. Təsərrüfatın zəif mükəmməl yerlərdə. Qonaq-kənddə antrojen landşaftlar zəifdir, amma Qazax Qarabağda güclüdür. Zaqatala Lajda zəifdir, Qanıq-Ərçayda güclüdür. Ceyrançol, Acınor, Gümrük, Qapçı bunların hər ikisinin antrojen landşaftlar zəif inkişafıdır. Bu ki, məskunlaşma səviyyəsi aşağıdır. Düzgün cavab C bəndi. Lənkəranda, Qarabağda antrojen landşaftlar güclü inkişafıdır. Samur Dəvəçidə güclü inkişafıdır. Zaqatala Laj zəif. Düzgün cavab C bəndi. Ceyrançol, Acınor, Gümrük, Qapçı. Cavab C. Azərbaycanda subal av çəmənlərinin geniş yayıldığı fiziki coğrafyalar. Şamaxı, Ceyrançol, Acınor. Ceyrançol, Acınor mümkündür. Şamaxıda da bu zəif inkişafıdır. Qarabağ Vulkançayası güclü inkişafıdır. Şərri Ordubadda yoxdur. Gümrük Qapçıda güclü inkişafıdır. Zaqatalarda güclü inkişafıdır. C bəndi düzgündür. D bəndə Qazax Qarabağda av subal çəmənləri mümkündür. Qonaq-kənddə var. Qanıq-Ərçayda av subal çəmənləri yoxdur. Gəncədə var. Deməli, av subal çəmənləri geniş yayılıb. Gümrük Qapçı, Zaqatalar, cavab C bəndi. Av subal çəmənlikləri soyuq iklim tipi şəraitində təxminən 1800-2700 metr arasında olur. Düzgün cavab C bəndi. Azərbaycanda dağ çəmən, dağ sarı və boz çəmən torpaqları yağdığı müvafiq fiziki coğrafyalar. Dağ çəmən torpaqları bizdə Böyük Qafqazda da var, Kiçik Qafqazda da var. A bəndi düzgündür. Dağ sarı ilə burada ikinci yerdə olmalıdır Lənkəran vilayəti. O yüzden A bəndə Böyük Qafqaz, dağ çəmən, Lənkəran vilayəti, dağ sarı, boz çəməndə Kürt Ağrı Çökəkliyi A cavabı doğrudur. İndi Böyük Qafqaz, Lənkəran cavabı bir də var. Y bəndində Böyük Qafqaz, Lənkəran. Boz çəmən üçün yazıb Kiçik Qafqaz yarım səhra landşaftı olmadığından boz çəmən torpaqlar yoxdur. O görə Y bəndi səhvdir. Düzgün cavab A bəndi Böyük Qafqaz, Lənkəran, Kürt Ağrı Çökəkliyi. Yarımsəhra və Qurçöl landşaftının yaradığı fiziki coğrafyalar. Demək, yarımsəhra Qurçöl landşaftı yaradıb 3 ilə göstərilən Qobustan Abşeronda, 5 ilə göstərilən Kür Arazda,
Sonra 2 ile gösterilen Şerri Ordubat'ta ve 4 ile gösterilen Samur Deveç'te. Demek düzgün cevap olacak 2 Şerri Ordubat, 4. 3 Qobustan Abşeron, 4 Samur Deveci, 5 Şuraraz. 2, 3, 4, 5 cevap oldu A bendinde. Alt ve subalt çemen landşaftlarının yaydığı psikoloji alt subalt çemenleri Konakçen 6'dı, Zakdağlar 8'di, sonra 2 Qarabağ Vulkan Yaylası'dı, bir de 5 Günlük Kapıcı'ydı. Deməli, 2 kiçik rəqəmdən böyük rəqəmə doğru 2 Vulkanik Yayla, 5 Günlük Kapıcık, 6 Konakçen, 8 Zakdağlar. Bunlar da deməli dağ subalt alt çemenleri geniş yayılıb. İndi 7 yarımsara Gurçol landşaftı, 1 yarımsara Gurçol landşaftı, 6 Talışlarında Absubalt çemenleri yoktu. Araz boyunda da Absubalt çemenleri yoktu. Düzgün cevap bile deyirəm. Vulkanik Yayla, Qarabağ, 5 Günlük Kapıcık, 6 Konakçen, 8 Zakdağlar. Respublikamızda kışı soğuk çiçeğin yarımsara Gurçol tipine yağdı psikoloji rayon ve burada enşebilen çadır sahneleri. Kışı soğuk çiçeğin yarımsara Gurçol azamda birce yerdedir. Bu da Orta Araz vilayetindedir. Başka yerde kışı soğuk çiçeğin yarımsara Gurçol tipi yoktu. Bu Orta Araz vilayetinde deməli Şərrord düzünde xüsusilə inkişaf edib, orada da çayırdakı meyvəçilik, yəni əriş şaftalı yetiştirilir. Düzgün cavab oldu B bəndi. Naxçıvanda xüsusilə bu Naxçıvanın şərq hissəsindədir, Ordubad hissəsindədir. Cavab B bəndi. Orta Araz vilayətində yerləşən ünlülüklərə uyğun gələn landşaftları müəyyən edin. Deməli, burada Nibal landşaft gələcək 4'e, 1 gələcək 4'e. Yarımsara landşaftı ən aşağıdadır. Yəni 1'dədir. Yarımsara landşaftı. Dağgöl landşaftı yarımsaradan yuxarıdadır. Yəni 2'dədir. 1500 ile 2500 metre yükseklik arasında. Dağçıman landşaftı 2500 metrede 3 metre arasında. Yani 3'üncüdedir. Deməli birinciye geldi. Birinciye geldi 2, ikinciye geldi 3, üçüncüye geldi 4, dördüncüye geldi 5. Gördüğünüz için burada meşənin içərisində, Şavru zonlar içərisində meşə landşaftı yoktu. Cavab oldu A bəndi. Zakdağlar, Günlük Kapçıq, Həkər, Biçki, Corab rayonlarının müvafiqi əsas iqlim tip və ya yarım tipləri. Yanıtları il boyu bərabər paylanan soğuk iqlim Zakdağlarda var. Dağ tundra iqlimi Günlük Kapçıqda var. Həkərdə yay quraçıdan soğuk iqlim yoxdur. Yay quraçıdan soğuk iqlim ancaq orta Günlük Kapçıqdadır. Abi səhvdir. B bəndi yay quraçıya mülayim iqlim Zakdağlarda yoxdur. B bəndi səhvdir. C bəndə bütün fəsillərdə bol yağıntı soğuk iqlim Zakdağlarda var. Yay quraçıdan soğuk iqlim Günlük Kapçıqda var. Qışı quraçıya mülayim iqlim Həkərdə var. C bəndi düzgün cavabdır. İqlim diaqramına aid olduğu məntəqənin yerləşdiyi psikocoğrafi rayon yağıntının miqdarı 1402 mm-dir. Çox böyük yağıntı yağır. Orta temperatur 14 derecedir. Çox yüksək göstəricidir. Yağıntı düşür ilin soğuk dövründə yayda. Bu yaya quraçıya mülayim iqlim, yaya quraçıya mülayim iqlimdə Azərbaycanda Qarabağda yoxdur, Qanıxayçayda yoxdur, Şurarazda yoxdur, Qonaqkentdə yoxdur. Lənkəran vilayətinin bu Lənkəran psikocoğrafi rayonunun deməli iqlim diaqramıdır. Cavab Lənkəran. Havanın temperaturunun ilk yetiş qrafisinin aid olduğu psikocoğrafi rayon. Demek qış temperaturuna baxılır -5 dereceye qədər. Yayda temperatur 30 dereceye qədərdir. Yağıntı miqdarı verilməyib. Deməli bu soğuk iqlimdir. Soğuk iqlimdir. Yay temperatur çox istidir. Yarımsara Gurçol landşaftının yarandığı iqlimdir. Günlük Kapçığında dağ tundra iqlimi olar. Gürcü Şirvan'da kışı mülayimdir. Şərrord kışı soğuk. Yay isti ve quraçıdan yarımsara Gurçol iqlimidir. Bu Şərrord'un iqlim diaqramıdır. Düzgün cevap Şərrord, cevap C-bəndi. Xəritə sxemasında sarı və qara torpaqlar yağdı. Müvafiq fiziki coğrafi rayonları müəyyən edin. Sarı torpaqlar Lənkəran vilayətindədir. Bu 7 ilə 3'dür. 3 ilə 7 ilə başlayacaq. B'de var, D'de var. İkincisi qara torpaqlar. Qara torpaqlar bu yayda Şamaxıda,
5 var, bir de 2 var. 5 Şamaxıdır, 2'deki Gəncədir. Deməli, qara torpalar da bunlar deyəlim. Deməli, düzgün cavab olacaq. B bəndi. Sarı torpalar 3 ilə 7-dədir. Lənkəran vilayətində. Lənkəran orada Talış dağlarındadır. Qara torpaların da ən çox yayıldığı yer Şamaxı ilə Dağlıq Şirvanla Gəncədir. Cavab oldu B bəndi. Elibin dərinləşdən uyğun bəndləri müəyyidin orta rast kürçükəyliyi. Ərazinin xeyli hissəsi rütubətlənmə əmsalı, ərazinin xeyli hissəsi rütubətlənmə əmsalı vahiddən kişidir. Hər ikisinin xeyli hissəsi rütubətlənmə əmsalı vahiddən kişidir, yəni bunların hər ikisinə aiddir. Yanaq paydalı qaz tiyatrlarına malik olan kürçükəyliyidir, neft qaz ehtiyatlarına malikdir. Orta razda bu yoxdur. Orada şahid olacaq kürçükəyliyinə. Yaya Quraçyan soyulduğu su azalda birci yerdə də bu orta raz vilayətləri 3-7-1'e. Kışı quru keçən mülayim istiqlim tipinə malikdir. Kışı qura keçən mülayim istiqlim tipi bu Kürçük şehrində Qanıq Əyirçayda var. O gün 3 yerce bile Kürçük şehriyine. 4 yerce bura. Kışı soğuk keçən yarımsara quru çölüm tipi Ortaraz vilayətindədir. Şəhər Ordubatdadır. 5 yerce Ortarazda. 6 Kanüzerasına ait suxurlar üstünü teşkil edir. Kanüzerası suxurları Ortaraz'da genişleyip, Kürçüköy'ünde genişleyip, Paleogeni Ortaraz'dadır, 4. suxurlarda Kürçüköy'ünde, yani 6 ayda olacak bunların her ikisine. Deməli 1'e, 2'ye 3, 5, 2'ye 2, 4. 3, 5, 2, 4 cevap oldu sevəndə. El ilmin deruna əslən uyğun bəndər müəyyidin Çiçək Qafqaz Psikozorak vilayəti, Lənkəran Psikozorak vilayəti. Kışı quru keçən mülayim istiqlim tipi yayılmışdır. Kışı quru keçən mülayim istiqlim tipi bu Lənkəranda diyor Çiçək Qafqazı şimaldan, şərqdən, cənubdan əhatə edir. O görə bu Çiçək Qafqaz Psikozorak vilayətinə xarakteristir. Abrozin relief formaları su sahillərində olur. Orada bu Lənkəran Psikozorak vilayətinə aiddir. İki yerce Lənkərandan. İqlim göstəriciyi yerli çay şürüsünün formasına imkan verir. Bunların her ikisine ilgim göstereceği yerli çay şürüsünün formasına imkan verir. Yani 3 ayda olacak bunların her ikisine. Ərazide 2005'ten yüksek dağ zirveleri var. Lənkəranda 2493-2433 var. Çiçək Qafqaz vilayətində bundan da hündürləri var. Burada 4 buranın her ikisine aittir. 5. Filiz paydağı qaz yataqlarına malik olan Çiçək Qafqazlı Lənkəranda filiz ehtiyatları yoxdur. 5 ayda olacak. Çiçək Qafqaza, yani birinciye, ərazide meşə su, qotursu, mineral programlarında Lənkəran vilayətdir. 6 ayda olacaq Lənkəran vilayətdir. İkinciye, deməli birinciye 1-5, ikinciye 2-6, üçüncüye 3-4 cavab oldu A bəndində. Elmin diaqramına əslən uyğun bəndər müəyyidin Qarabağ Psikozorak rayonu, Talış Psikozorak rayonu. Meşə riqliyyəti ehtiyatları və mineral sularla zənginliyi hər ikisində bu ehtiyatların hamısı var. Aid olacaq bunların hər ikisine. Dağ meşə landşaftından yuxarıda dağ göl landşaftı Azərbaycanda təkcə yerləşir. Talış Psikozorak rayonunda bir yerdə olacaq Talışa, ikinciyə. Ən düz zirvəsi daimi qar xəttindən aşağıda yerləşir. Azərbaycanda qar xətti 3900-4000 metrdən keçir. Bunlarda belə bir hündürlük yoxdur. O görə bunların hər ikisində qar xəttindən, hər ikisi qar xəttindən aşağıda yerləşir. Qar xəttindən yuxarıda olan əraziləri yoxdur, buzlaqlar yoxdur burada. Siyahıda olacaq bunların hər ikisində. Ərazinin mevzu yaşlı suxurlar yayılmışdır. Mevzu yaşlı suxurlar daha çox yayılıbdır. Qarabağ Psikozorak rayonunda, Talışda kaynadı yaşlı suxurlar üstünü təşkil edir. Deməli, diyayda olacaq 1'e. Ərazində paleogen dövrünə ait suxurlar üstünü təşkil edir. Paleogen suxurlar daha çox Talış Psikozorak rayonundadır. Paleogen suxurları. Həmçinin Zəngəzurda var. Y ayda olacaq Talışa. Ərazinin çox hissəsi qış ayları nisbətən quraq keçir. Qışı quraq keçir. Bu, deməli, qışı quraq keçən mülayim isti iqlim, həm də soyuq iqlim Qarabağ Psikozorak rayonu üçün xarakteristir. Yəni, EP ayda olacaq Qarabağa. Deməli, belə bir cavab oldu. 1'e D, EP, 2'ye bu E cavab oldu. 3'e de A, C cavab oldu D bəndində. Elmin diaqramına uyğun bəndəri müəyyidin Gündüz Qapçıq Psikozorak rayonu, Talış Dağları Psikozorak rayonu. Yaya quraq keçən mülayim isti iqlim tipi formalaşmışdır. Mülayim isti iqlim bildiyi kimi Ortaraz vilayətindən Naxçıvanda yoxdur. Talış dağlarında var bu. Yaya quraq keçən mülayim isti iqlim bu Talışa aiddir. Talış dağlarına aid olacaq ikinciye.
Paleogen dövründen sıfırlar geniş yayılmıştır. Her ikisine paleogen sıfırlar geniş yayılıp bir arada olacak bunların her ikisine. Daktilo biçiler bunların her ikisinde var. Talış dağlarının yukarısındadır. Naxçıvanda alçaq dağlıqdadır. Siyah olacaq bunların hər ikisine. B. Dağ meşə landşaftı qurşağımda getirir. Talışda bu qurşağımda getirir. Günüt kapısında talalar şəklindədir. O göldə D aid olacaq talış dağlarına. Yəni ikinciyə. Y. Uçqun mənşəli göllər Daxçıvan landşaftında yerləşən Günlük Kapçıq Biskücürab rayonudur. Y aid olacaq Günlük Kapçığa. Alit dendrosenil formlar geniş yayılandı. Yine de Günlük Kapçıqda yarğan qopu şəbəkəsi inşa edib. Buna alit dendrosenil formlar deyil. Talışda belə bir ərazi yoxdur. Deməli, ev də aid olacaq Günlük Kapçığa. Deməli, birinci aid oldu Y ev, ikinciyə o aid oldu A D, üçüncüyə də B, C cavab oldu B bəndində. Günlük Kapçıq fiziki coğrafya rayonu 3-cü səciyyəvi deyil. Kiçik Qapı tektonik zonasında yerləşir. Kiçik Qapı tektonik zonasında yerləşir. Bu səciyyəvi. Lepçə və Qoşa yataqları buradadır. Lepçə, Qoşa yataqları Kəlbəcərdədir. Lepçay, deməli bu Cibə yataqdır, Qoşa, Qızıl yataqdır. Hər ikisi, deməli bu Kəlbəcərdədir, yəni Kiçik Qafqazdadır. Bu bura üçün səciyyəvi deyil. Yura Təbaşı dövrünün ait çuxurlar genişləmişdir. Böyük Qafqazda, Kiçik Qafqazda 2000 metrdən yuxarıda Yura Təbaşı çuxurları var. Günlük Qapçıqda paleogen çuxurlardır. Bu səciyyəvi deyil. Çaylar Kür hövzəsinə aiddir. Çayları Xəzərə birbaşa tökülən çaylardan başqa bütün çaylar bu Kür hövzəsinə aiddir. Bu səciyyəvidir. Landşaft inversiyası müşahidə edilmir. Bu da səciyyəvidir. Burada landşaft inversiyası yoxdur. Landşaft inversiyası var təkcə Talış dağlarında. Qonur meşə torpaqları genişləmişdir. Burada qəhvəyi meşə torpaqlarına rast gəlir. Qonur meşə torpaqları Günlük Qapçıqda yoxdur. Bu da səciyyəvi deyil. Düzgün bəndlər oldu. 2, 3, 6 cavab oldu C-də. Elvin devrilməsinin umum bəndləri müəyyən. Qarabağ Vulkanik Yayla Fiziki Coğrafya rayonu, Talış Fiziki Coğrafya rayonu, Günlük Qapçıq Fiziki Coğrafya rayonu. Dağ sörfü çorluqları yayılmışdır. Dağ sörfü çorluqları Talış dağlarında meşədən yuxarıdadır. Günlük Qapçıqda da meşə yoxdur. Deməli, alçaq dağlıqdan yüksək dağlıqda böyük bir ərazi tutur. Deməli, bu aid olacaq Günlük Qapçıqda Talışa, yəni üçüncüyə aid olacaq bir. Kiçik Qafqaz tektonik zonasında yerləşən Qarabağ Vulkanik Kiçik Qafqaz, Talış Kiçik Qafqaz, Günlük Qapçıqda Kiçik Qafqaz, yəni iki aid olacaq bunların hamısına dördüncüyə. Ən hündür zirvəsi qar xəttindən aşağıda yerləşir. Qar xəttindən yuxarıda olan burada Günlük Qapıcıqdır. Yəni qar xəttindən aşağıda olanlar Qarabağ Vulkanik yerləşsə Talış Fiziki Coğrafya rayonu, yəni 3 aid olacaq birinciyə. Soyuq iklim tipi üstünlük təşkil edir. Soyuq iklim tipi deməli Talış dağları üçün xarakteristikdir. Qarabağ Vulkanik yayləsi və Günlük Qapçıq üçün soyuq iklim tipi xarakteristikdir. O görə 4 aid olacaq ikinciyə. Deməli belə bir cavab alındı. Birinciyə 3, ikinciyə 4, üçüncüyə 1, dördüncüyə də 2 cavab oldu Y bəndində. Lənkəran Fiziki Coğrafya vilayətində rast gəlinən hansı iqlimdə Orta Rəz vilayətində rast gəlinmir? Yanıtları bərabər paylanan mülayim isti iqlim. Yanıtları bərabər paylanan mülayim isti iqlim Lənkəranda var, Orta Rəzdə yoxdur. Dağ iqlimi bu Lənkəranın özündə yoxdur. Naxçıvanda var, Orta Rəzdə var. A bəndi səbti, B bəndi. Yanıtları bərabər paylanan mülayim isti iqlim Lənkəranda var. Bütün fəsillərdə bol rütubətli soyuq iqlim bu Lənkəranda da yoxdur, Naxçıvanda da yoxdur. Cavab səbti. C bəndi qışın mülayim isti yarımçıq qurçu iqlim Lənkəranda da yoxdur, Naxçıvanda da yoxdur. Cavab səbti. D bəndi. Yağqura çiçək mülayim isti iqlim Lənkəranda var. Orta Rəz vilayətində yoxdur. Yanıtları bərabər paylanan mülayim isti iqlim Talış dağlarında var. Naxçıvanda yoxdur. D bəndi fərqli. Yağqura çiçək soyuq iqlim tipi bu Orta Rəz vilayətində var, Lənkəran vilayətində yoxdur. Cavab D bəndi. Yağqura çiçək mülayim isti iqlim, yanıtları bərabər paylanan mülayim isti iqlim Lənkəran vilayətində var, Orta Rəz vilayətində yoxdur. Cavab D. Sxemi tamamlayın. Deməli, Kür çökəkliyi, dağ çölləri, Qarabağ, Orta Rəz, Samur Dəvəçi. Əgər bir təbii zona olsa, dağ çölü təbii zonası, 2 interzonal landşaft oldu. Samur Dəvəçidə deyək ki var. 3 Böyük Qafqaz, 3 Böyük Qafqaz Qarabağ ola bilməz. A bəndi səbti. B bəndə bir landşaft olsa, 2 yarım səhra olsa uyğun gəldi. 3 Kiçik Qafqaz olsa, 4 Böyük Qafqaz, Qarabağ Kiçik Qafqazdadır. 4 Böyük Qafqaz, 4 Samur Dəvəçi Böyük Qafqazdadır. 5 Ceyran Çurazın Kür çökəkliyindədir.
6 şəhər ortadadır, bir mən düzgün gəldi. Deməli, 1 landşaftdır, 2 yarım səhradır, 3 Qarabağ Kiçik Qafqazdadır, 4 Samur Dəvəçi Böyük Qafqazdadır, 5 Ceyran Turacınov Kürçü şehrindədir, 6 Gündüz Qapıcıq Şərq Ordubad, deməli Orta vilayətindədir. Düzgün cavab belə. Cavab oldu B bəndi. Respublikamızın təbii vilayətlərinin birində olan xarici turist fərqli landşaft xüsusiyyətlərinə rast gəldi. Belə ki, o həmin vilayətdə dağın ətəyindən zirvəsinə doğru çıxarkən meşə landşaftından yuxarıda dağ çöl landşaftının yayıldığını müşahidə etdi. Turistin olduğu təbii vilayət üçün qeyd olunan fikirlərdən doğru olmayanlar seçin. Əgər dağ meşə landşaftından yuxarıda dağ çöl landşaftına rast gəlibsə, deməli bu dağ Talış dağlardır. Vilayətdə Lənkəran vilayəti, o gün biz Lənkəran vilayətinə aid olmayanları götürəcək. Xarici ölkədə sərhəd mövqe malikdir. Lənkəran vilayəti, deməli, İranla sərhəddədir. Bu aid olan cəhət götürməyəcək. Pologen yaşlı suxurlara rast gəlinir. Talış dağlarında, Lənkəran vilayətində pologen yaşlı suxurlar geniş yayılıb. Bunu da götürməyəcək. Orta dalğa doğru yanıtların miqdarı artır. Burada orta dalğa doğru yanıtların miqdarı artmır, azalır. O burada doğru olmayandır. Bunu götürəcək. Qışı qura çiçən mülayim isti iqlim tipi yayılmışdır. Burada yay qura çiçən mülayim isti iqlimdir. Bu da aid olmayan cəhətdir. Bunu da götürəcək. Yay qura çiçəndir. Qışı qura yazmıyor, götürəcək. Yaylarda suvarmaya böyük ehtiyac var. Yay qura çiçən mülayim isti iqlim. Lənkəran vilayətində geniş yayılıb. Bu görə yayda suvarmaya böyük ehtiyac var. Bu doğru olandır. Endemik və relief biçər yüksək dağda geniş yayılmışdır. Endemik relief biçər yüksək dağda diyor, alçaq dağdadır, aşağı dağdadır. Bu doğru olmayan da bunu da götürəcək. Demək düzgün bənd oldu 3, 4, 6 cavab oldu C bəndində. Elvin dəyərində əsas uyğun bəndləri müəyyən soyuq iqlim, mülayim isti iqlim. Həm dağlıq, həm düzən əraziləri əhatə edir. Həm dağlıq, həm də düzənki əraziləri əhatə edir. Bu mülayim isti iqlimdir. Düzənlikdə var, dağda da var. Soyuq iqlim ancaq dağdadır. Bir aid olacaq ikinciyə. Böyük Qafqaz və Ortaraz təbii vilayətində yaranır. Mülayim isti iqlim Ortarazda yoxdur. Soyuq iqlim həm Böyük Qafqazda var, həm də Ortarazda var. 2 aid olacaq birinciyə. Böyük və Kiçik Qafqazda geniş əraziləri əhatə edən hər iki mülayim isti iqlimdə, soyuq iqlimdə, Böyük Qafqazda, Kiçik Qafqazda geniş yayılıb. 3 aid olacaq bunların hər ikisindən. Yayıldığı ərazilərdə meşələrə rast gəlinir. Şöyle testdə, Dövlət İmtahan Mərkəzinin verdiyi testdə bu verib bunların hər ikisinə aid yayıldığı meşələrə. Əslində meşə uyğun gəlir mülayim isti iqlimə. Soyuq iqlimdə daha çox subal alt çəmənləri yaranır. Amma burada belə verdiyinə görə mən də belə ki saxlayıram, amma bu nöqsandır. Qəbulda çox güman ki bunu dəyişdirəcəklər. Çox güman ki. Deməli, belə verib orta yüksək dağda yayılan soyuq iqlim 1700-1800-dən başlayır. Yuxarı yüksək dalğı da əhatə edir. Deməli, bu 5 aid olacaq soyuq iqlimə. Ağılım ehtiyatları, imkanları daha əlverişli olan aydın ki, mülayim isti iqlimdir. Cavab belə gedib. 1-ə 2, 5, 2-yə 1, 6, 1'e 2, 5, 2'ye 1, 6, 3'e de 3, 4 cevap oldu C bəndi, amma bir də deyirəm. Deməli, yağdığı ərazilərdə meşələrə rast gəlinir deyirəm. Meşələr Böyük Qafqazda, deməli, Babadağın şimal yamacında soyuq iqlim şəraitində meşə yaranır, amma xarakterik deyil. Xarakterik deyil. Burada ad testlərdən xarakterik olan cəhətlər verir. Ona görə də bu güncül varı nöqsanlı testi. Dövlət İmtahan Mərkəzinin verdiyi cavabı dəyişmirəm. Bu cürə qalır. Sxemensdən uyğunluğu müəyyən edin. Deməli, məntəqələr hardadır? Məntəqələr 1, deməli, Talış dağlarıdır, 2, vulkanik yayladır, 3 də Zaqatala lajdır. Landşaft inversiyası müşahidə olunur. Talış dağlarında 1-də A gələcək 1-ə. Bütün fəslərdə bol yağıntı soyuq iqlim tipi var. Bütün fəslərdə bol yağıntı soyuq iqlim tipi var. Zaqatala lajda B gələcək 3-ə. Sönmüş vulkanlar yayılmıştır. Sönmüş vulkanlar yayıldı. Qarabağ vulkan yaylasında C gələcək 3-ə. Dağ kserofit çöllüklər və dağ çöl landşaftı yayılıb. Dağ kserofit çöllüklər və dağ çöl landşaftı yayılıb. Bu olacaq Talış dağlarında D gələcək 1-ə. Filizçay polimetal yatağı, Filizçay polimetal yatağı, Filizçay. Deməli, bu polimetal yatağı Zaqatala lajdadır. Bu cürdə Y gələcək. Barışa Zaqataladır. Y də gələcək 3-ə. Deməli, belə bir cavab alındı.
bire adi, bire adi, ikiye si, bire adi, ikiye si, üçe de bu ile. Cevap oldu B bendinde. 51 diagnostan uygun bulgu müeyyinin büyük alacıl batabat, çiçek kapka tekniğinin zonası birleşir. Her işi çiçek kapka tekniğinin zonasındadır. Uçkun ben menşeri olan demeli batabat göldü. Batabat göldü. Etrafında subal alçı miktarı yayılan her işin etrafında alt su balçaman işlerdi. Bunca işte yerleş, soyulumda yerleşirler. Yerleştiği psikolojilerinden hekeri ve terter çağı başlayan həkəri və tərtərçə başlayan deməli böyük Alagöl'dü. Deməli 4 gəcə 1-ciyə Qarabağ Vulkan Gəldəsində yerləşən bu yenə də böyük Alagöl'dü. Şahbuz rayonu ərazisində Batabat göldü. 6 ay dolca Batabat'a deməli 1-ciyə gəldi, 4, 5, 2-ciyə gəldi, 2, 6, 3-cüyə də gəldi, 1-3 cavab sevəndə. 50.000 diagramesinden uygunu müeyyini Çiçek Kafkas vilayeti Lənkəran vilayeti. 4. dövr çöküntülerine rast geldi. Çiçek Kafkas vilayetinde Qarabağ Vulkan yaylasında Lənkəran vilayetinde de Lənkəran ovalığında deməli 4. dövr çöküntülerine rast geldi. Yani bir ayda olacak bunların her ikisine. Filiz menşeli faydalı kazıntılarla zengin olan Çiçek Kafkas'dı. Lənkəran vilayetinde filiz yoktu. Yanıtları berber paylanan mülayim iklim tipi var. Yanıtları berber paylanan mülayim iklim Lənkəran vilayetindedir. Qəhbəyə dalmış torpaqlar gəlmişdir. Çiçek Kafkas'da bu geniş şekilde yarım Lənkəran çünkü karakteri torpaqlar daha torpaq olsa da Talışlarının şimal qərbində qəhbəyə dalmış torpaqlarına rast gəlinir. Yəni bunların hər ikisine aittir. Subnival landşaft formalaşmıştır. Lənkəran vilayətində hündürlük 2500 metrdən çox yoxdur. O görə də burada subnival landşaft yoxdur. Çiçek Kafkas vilayətində isə subnival landşaft geniş yayılmıştır. Yani 5 tane olacak Çiçek Kafkas'a. Böyle bir cevap alındı. 1'e, birinciye 2 ile 5, ikinciye 3, 2 ile 5, ikinciye 3 cevap oldu Yemen'de. Xətti çıxımda rəqəmlərlə verilən psixoloji proqramlarla bağlı uyğunluq müəyyəni deməli psixoloji proqramlardan 1 Zakda Lahıcdı, 2 Vulkan Hikayelerdi, 3'teki Şerr Ordubat'tı. Dağmışı landşaftı geniş yayılıb. Dağmışı landşaftı burada Zakda Lahıcdı. 2'de Dağçamen landşaftı. A gelecek 1'e. Ərazisində elektrik istehsal eden büyük su ambarı var. Büyük su ambarı bunlarda var. Deməli Şerr Ordubat'ta. Şerr Ordubat'ta var. B gelecek 3'e. Ərazisində sanayi əhəmiyyətli qızıl yataqlar var. Qızıl yataqlar sanayi əhəmiyyətli var. Vulkanik yaylada. S gelecek 2'ye. Bütün petlerde bol rütubette soygun müşahede olur. Buzakta Allah'açtadır. D gelecek 1'e. Kışı soy için yan tarafı uçurumda Şerr Ordubat'tadır. Y ile gelecek 3'e. Deməli belə bir cavab alındı. 1'e A, D, 2'ye S. 1'e A, D, 2'ye S, 3'e de B ile E. Cevap oldu A bendinde. Şöyle 200 bu kadar. Nöbeti hissede 201'den 250'ye gelen terör olacak ve sonra da son hisse olacak. İnşallah. Bu kadar.